Salam salam. Bugün Coraline olacağıq. bir başdan sona bir yerdə yerləşdirəcəyik. Qardaşım deyir ki, Pol Silən oxşayırsan. Gördüm belə düşdü yəni. Artıq bacımın möhtəşəm bu çirkin zonada yaptığı ən möhtəşəm Coraline kostyumu. Salam salam. Bugün Coraline olacağıq. You probably think this world is a dream come true. Short paylaşmışdım, bir iki nəfər tapmışdı. Gəlin cizgi film haqqında sizə danışım. Deməli, Coraline ən sevdiyim animasiyalardan biridir. Deməli, Coraline öz ailəsi ilə bir yerdə köhnə və böyük bir evə gedir. Burada valideynlərinin başı çox qarışıq olduğu üçün onunla çox da belə maraqlanı bilmirlər və gizli bir qapı taparaq başqa bir ailəyə düşür və bu ailədə ana ata çox mehribandır. Çox dadlı yeməklər bişirirlər onun üçün, qayğısına qalırlar və bir dənə qara pişik var. Qara pişik danışır və ona real dünya haqqında informasiyalar verir. Bəs bu düyməciklər nədir? Niyə həmin anan, atanın gözləri düymələrlə əvəz olunub? Çünki onlar səni olduğun kimi yox, istədikləri versiya salmaq istəyirlər. Və Coraline ilk başda bunu başa düşmür. Əslində, əgər uşaqlarınız çox balacadırsa, bir yerdə baxın. Çünki biraz qorxa bilərlər mənanı anlayana kimi. Bəzən həqiqətən də valideynlərin başı o qədər qarışıq olur ki, həyatda uşaqlarına çox daha zaman ayıra bilmirlər. Və bu animasiya sizə bu mesajı ötürəcək. Övladlarınız valideynlərin başı çox qarışıq olanda çox yorula bilərlər. Bunu anlayacaq. Valideynlər də nə qədər də yorğun olsaq da, biraz da olsa uşaqlarımıza vaxt ayıra bilərik. Bunu anlayacaqlar animasiyadan. Dark rənglərdən ibarət olan bir animasiya olsa da, sizi özünə bağlayacaq. Hər şeyin mükəmməl görünməsi onun həqiqətən də yaxşı olduğu anlamına gəlməz. İndi isə obraz yaradaq. Mənim üçün üz, göz, bunlar biraz asan gəlir, amma saçları çox çətinə gəlir. Onu bilmirəm necə eləyəcəm. Düzü, üzü də heç asan deyil. Yəqin ki, ümumiyyətcə sosial mediaya başladığım gündən bu yana mənim üçün ən çətin obrazlardan biri ola bilər. Çünki bir sözün əsl mənasında ilmə işləməliyəm bunu. Rekvizitləri qardaşımın köməyi ilə sifariş vermişik. Nələr var burada? Üz üçün bu rəngdən istifadə edəcəyik, saç üçün bu rəngdən istifadə edəcəyik. 2 dənə belə toxuma saplarımız var. Düyməciklərimiz gözlər üçün, kley, qaş üçün ayrıca kleylərdir. Və belə bir paket gəlib. Bu paketdə baxın, belə 2 dənə belə bir yapışqan var. Bunları nə edir Yamil? Bunlar bilməm nə edir, indi sizinlə baxacağıq. Əvvəlcə ən çətin hissəsi olan saçlara keçək. Mən istəyirəm ki, başıma bir kapron yerləşdirim və kaprondan da belə dənə-dənə saçlar düzəldim. Baxaq indi görə nə qədər düzəldə bilirik. Kapronun bu hissəsini kəsib belə ümumiyyətlə başıma keçirmək istəyirəm və sonra da ipləri belə deyə bilərsiniz ki, niyə parik almamısan? Çünki bütün ipdən ibarət olmağını istəmişdim. Bilmirəm, bu nə qədər yaxşı fikirdir. Bu rəngdən istifadə edəcəm. Qaradan az keçdim. Əsas məsələ bunu başımıza keçirməyin. İşlədikcə səhvlərimi və düzlərimi görəcəm. Başlayırıq saçımızı düzəltməyə. Gördüyünüz kimi ipim biraz amma nazikdir, ip yox. Bunları niyyətim tək-tək belə yapışdırmaqdır. Daha asan olması üçün 2 tərəfli skosdan istifadə edəcəm. Və başlayacağım həmin saçları yapışdırmağa. Bir hissəsini yapışdırdım. İndi keçək ikinci hissəsi. Həqiqətən də ən çətin obrazlardan biri ola bilər. İnşallah ki, alınır. Burada bir dənə yanlışlıq var ki, mənim ipim çox nazikdir. Qalın olsaydı biz saç hissəsini çox asanlıqla eləyə bilərdik. Məncə də parik alsaydım daha asan olardı. Bunu eyni minvalla axıra qədər eləmək yadıma düşəndə bu 2 tərəfli skoçdan, ona görə də asan olacağını düşündüm. Düşünmədim, tamam, çətin olacaqsın, başa. Amil, qopart bunu. Milçək girib qalıb burada. Milçək canlı. Qardaşım ilk dəfə bu cizgi filmlə məni tanış eləyəndə ki, gəl baxaq bacı. Dedim, ay yox, necə qaranlıq cizgi filmdir. Heç xoşum gəlmədi, baxmaq istəmirəm. Dedi, nə olar, xahiş edirəm. Axıra kimi bax, sonda öz sözlərimi deyərsən. Yaxşı ki, baxdım. Keçək növbəti çətin hissəyə. Mən düşünürəm ki, bax, belə bu uzunluqda eləyək. Sonra uzun olsa kəsərik. Uzun elə.
Ya da belə eləyək, sonra uzun olsa kəsərik. Bilirəm ki, mən bu saçları yapışdırana qədər siz də şərhlərdə qeyd eləyəsiniz ki, ən çox sevdiyiniz və baxdığınız, bəyəndiyiniz hansı animasiyalar var ki, deyərsən ki, Aytaç, ona da mütləq bax, təsirində qalacaqsan, çox sevəcəksən. Mənə çox maraqlıdır sizin fikirləriniz. Çünki fərqi yoxdur, yəni hansı ölkə istehsal olur olsun. Oy. Pozitiv, yəni bir insanı düşündürən, fərq etməz. Əsas odur ki, bəyəndiyiniz. Qeyd eləyin, hamısına baxaram və baxdıqca da mən onları short şəklində paylaşaram ki, məsəl üçün bu izləyicim məsləhət vermişdi, baxdım, bəyəndim və yaxud da ki, bəyənmədim. Məncə çox maraqlı olar. Çünki bilirsiniz ki, Instagramda, TikTokda, ya da YouTube'da da mənim film və animasiya məsləhətlərim çox sevilir və bu da məni çox sevindirir. Əslində vaxt olduqca paylaşıram, heç o mənim kontentim deyildi. Amma gördüm ki, onu da çox sevmişsiniz. Təşəkkür edirəm. Bu arada hamısı simmetrik olmaya da bilər. Biraz uzun qısa daha maraqlı olacaq deyə düşünürəm. Yəni mən düşünürəm, olmaya da bilər. Qardaşımdan kömək almışam. Və iplər hazırdı. İndi isə bunları tək-tək başıma Elə bildim deyirsən ki, başıma. iplər hazırdı. İndi isə tək-tək bunları başıma işləməliyəm. Aa, milçək girib skotçun arasına. Başlayaq. Buradan, düz buradan birini. Və bunu bir başdan sona bir yerdə yerləşdirəcəyik. Deyəsən alınır. Amma hələ bunları kəsəcəm, eyni səviyyədə eləyəcəm, sonra boşluqları dolduracağım. Hələ işimiz var. Qardaşım deyir ki, Pol silənə oxşayırsan. Çünki hələ tam hazır deyil. Hələ bunu kəsəcəyik, sonra makyajla. Sabun. Qıdam anlayacaq. Baxın, belə bu qısaqda kəs. Zəyəcək. Bəsdir, məzələndin. Biz əslində məncə makyaj eləyib, sonra saç eləməliydim. Sən nəsə danışırsan? Burada heç ki, başı düşmür yəni. Ay, nə gözəl. Gözlə də. Qılı. Yalnız süpürge yapışırsan da bir yazmanı diyor. Aha. Gözlə. Aa, yox, gözlə. Burada ən vacib olan mərhələ bilirsiniz hansıdır? Üzdə makyaj eləmək. Axı biz ipin üzərindən makyaj eləyəcəyik. Bax, ən çətini o hissədir. Keçir indi üzə. Bunu belə sökməyə ehtiyac yoxdur. Bir burnumun ucundan başlayaraq sanki belə üzümə toxuyacağıq. Üzüm üçün o ipi yapışdırma... Bu nədir? Nəysə, bu sonunda düzəldərik bunları. Ay, saçım qopdu. Nəysə. Üzüm üçün belə bir yapışqan sifarişi. Saçım tökülür. Üzüm üçün belə bir yapışqan sifariş eləmişəm. İndi ondan istifadə edəcəm, amma biraz qorxuram. Çünki gəl. Orada kameranı kesmişəm. Bu nədir? Süpürgəz nəsə? Sən süpürgə. Xoş gəlmişsən YouTube kanalıma. Salam bir də. Nədir salam? Bu nədir? Zombi elə bir gəlir. Maşallah, nə boydasan? 80 metr. Allah səni korusun. Hə. Başladıq, burnuma vururam. İpi birinci buraya qoyuruq. Aha, dövr edirik. Oy, məzələniyyorsun. Amil universitetə hazırlaşır. Ona görə ondan çox az videolar çəkə bilirik. Amma tez-tez vloglarımda görə... Görəbə. Çox pis kleydir. Yəni bunu aldısa istifadə eləməyin. Niyə ki? Pis kleydir. Gözlə. Gözlə bunun deşivə dəysə olmaz dedi. Doktorum. Sən sifariş eləmirsən. Niyə oxumadan sifariş eləyirsən? Ürəyim elə istəyib. Boyun da boyumu keçib. Nərdəsən? Mən sənə niyə güvəndim? Bax, orada qalın iplər var idi. Mən seçmədim ki, iplər sən seçdin. Olur. Bundan sonra dövr eləməməliyəm. Çünki gəlir burnundan belə keçir axı. Gəlib burnun deşiklərinə nətər nəfəs alasın. Ay, Eləməliyəm. tutmalıyıq ha. Hə, nətər nəfəs alasın. Ağzımla. Burun Ayda deşikləri. qorxmağa başlayıram. Burun deşiklərini tutulacaq. Sən fikirləşib ki, burnundan başlayanda bütün üzü kaplayacaq.
Görsən də cəmaət bilir. Çünki bunun üzün simmetriya nöqtəsidir. Gözü bağlamalıyıq. Dəlisən, nə təkəsən belə. Gülmə. Güləndə açılır, gülmə, sus. Ayda nə qəşəng. Ancaq bu tərəfə. İmkan ver də Doxu. göstər. Doxu nədir? Yoxsa nəm nədir? Doxu nədir? Ay öyle. Artıq danışma. Çalışdığın qədər sus. Aha, tamam. Test edə də. Çətin axı. Balaca ipdir. Düşün qaşı indi tökülür. Gülərəm. Ay bala az vur. Neyinirsə mənim üzüm divarda şipaplovka qalıyırsan. Belə. Şpapapalapakolete kotika tenkorihinga. Ay kangolihingu gul. Çəkil bu tərəfə. Tanışır. Şipikulovka. Sözün əsini unutdum. Şipakolovka. Yəni danışma, mən yoxlamaq üçün elədim. Dedi bazı qalıb. Nə? Niyə? Nə? Bir keçi balası. Nə? Qubadakı içəcək. Gedin Quba vloquna baxın bunu. Çox maraqlıdır. Baxmayın. Gedin həqiqətən Quba vloquna baxın. Çox zor idi. Mən ilk dəfə o qədər güldüm. Sonra o gün şeydə paylaşıb Fəxriyə ilə ən yaxın dostu ilə də hədiyyələşdirdilər. Mən hədiyyə almayıb amma. Yaxşı, gözlə. Çəkil. Özü bu yapışkan diye. Yapışkan zaten yapışkan al da. Saçlar şeylədim belə elədim. Belə düşdü. Şop. Həmçinin belə oldu da yəni bax. Saçı belə idi. Bir dəqiqə. Belə oldu. Gördüm belə elədim. Düşdü yəni. Dedim, buna dedim ki, birinci saç yox, birinci üst, sonra saç. 10 dəfə dedim, amma qəbul edəmədi. Bu nə danışır? Aha, qəşəng yapır. Ağzı nə eləyir? Mən danışıram, tərcüməsi Amir Sadıqlı Production təqdim edir. Ağzı nə eləyir? Artıq bacımın möhtəşəm bu çirkin zonada yapdığı ən möhtəşəm Coraline kostümü, Coraline makyajı bitdi. Çox qəşəng oxşadı. Deməli, gördüm ki, makyajın ən detallı hissəsi gözlər imiş və gözlər olmasaydı, nə bilmə, Alman şeylərində nə bilim, hər şey bənzəyirdi. Amma belə çox qəşəngdir. Kanala abunə olub, like atmayı unutmayın. Bu gözəl Coraline'ı obesitylərdən xilas eləmək üçün gedin kanala abunə olun. You probably think this world is a dream come true.